Rusiya bağırsaq xərçəngi əleyhinə vaksinin artıq insanlara tətbiq olunduğu haqqında məlumat yayıb. Bizim yerli mütəxəssislərin isə buna münasibəti birmənalı deyil. Bu və digər maraqlı xəbərləri izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Xəbərlərin anonsları ilə tanış olaq. Həkimlər dişi gözə köçürərək görmə qabiliyyətini bərpa etdi. Qeyri-adi əməliyyat. İşıqla aktivləşən dərmanlar. Xəstəliklərin müalicəsində yeni mərhələ. Yeni dərmanlar süni intellektlə hazırlanacaq. 2,1 milyard dollar investisiya edilib. Cinsi yolla yayılan xəstəliklər son 10 ildə kəskin artıb. Sifilis və qonoreya halları rekord həddə çatdı. Xərçəng vaksini ilk 5 pasiyentə tətbiq edildi. Yerli mütəxəssisin münasibəti. Dünyanın bir çox ölkələri xərçənglə mübarizəyə başlayıb. Rusiya da bu ölkələrdən biridir. Bağırsaq xərçəngi əleyhinə vaksin hazırlanıb və artıq 5 nəfərdən artıq könüllü bu dərmanın vurulmasına icazə verib. Bizim yerli mütəxəssisimiz daxili xəstəliklər uzmanı Əfsanə xanım Bayramova isə deyir ki, Ümumdünya Səhiyyə Təşkilatı və Qida və Dərman Administrasiyası tərəfindən təsdiq olunmamış vaksinlər o qədər də güvənli olmaya bilər. Detallı baxaq. Xərçəng vaksini ilk 5 pasiyentə tətbiq edildi. Rusiyada kolorektal xərçəngə qarşı hazırlanmış Onkopepti adlı vaksin ilk dəfə xəstələr üzərində tətbiq olunmağa başlayıb. Federal Tibbi Bioloji Agentliyin rəhbəri Veronika Skvartsova bildirib ki, artıq ilk 5 pasiyent vaksini qəbul edib və müalicə prosesi davam edir. Onun sözlərinə görə preparat təhlükəsizdir və xəstələr tərəfindən yaxşı qarşılanıb. İlk vaksinasiya olunan pasiyent artıq preparatın 6-cı dozasını alıb. Məlumata görə vaksin hər xəstə üçün fərdi qaydada hazırlanır və pasiyentin genetik materialı əsasında istehsal edilir. Hazırda daha 35 nəfər vaksinasiya növbəsindədir. Xəstələrin müraciəti üçün xüsusi internet portalı fəaliyyət göstərir və müraciətlərdən sonra onkoloqlar 5 iş günü ərzində konsilium keçirərək vaksinin tətbiqinə ehtiyac olub-olmadığını müəyyənləşdirir. Məsələ ilə bağlı terapevt, daxili xəstəliklər üzrə mütəxəssis uzman doktor Əfsanə Bayramova danışıb. Bütün çıxan vaksinlərin, dərmanların, yöntəmlərin Ümumdünya Səhiyyə Təşkilatı və yaxud da Dərman Qida Administrasiyası tərəfindən təsdiqlənməsini istəyirik. O zaman daha güvənli olur. Niyə? Çünki bu daha çox saylı çalışmaların nəticəsində verilmiş qərardır. Yoxsa məsələn Rusiyada hər hansı bir vaksin çıxır, dərman çıxır, yaxud da Yaponiyada izolə olaraq hər hansı bir dərman vaksin çıxır, hansı ki bu yaxınlarda həftədə bir dəfə istifadə olunan şəkər dərmanı ölkəmizdə də var. Yəni FDA, Ümumdünya Səhiyyə Təşkilatı tam olaraq təsdiqləmirsə, onun tətbiq olmasının tərəfində deyilik. Biraz eksperiment kimi olur. Bağırsaq xərçənginin də etiologiyasında irsi faktorlar var, genetik faktorlar var və bağırsaq polipləri, ailəvi bağırsaq polipləri, bağırsaq peristaltikasının zəifləməsi, qəbizlik zəminində yaranan poliplər, onların da zəminində yaranan bağırsaq xərçəngi dayanır. Peyvənd vaksin biraz məntiqli gəlmir, amma bunun çox geniş, çox dəqiq bir elmi əsası olmalıdır və dediyim kimi bütün dünya qəbul etməlidir. Avropa, Amerika, Ümumdünya Səhiyyə Təşkilatı qəbul etməlidir ki, bunu biz bir elm kimi insanlara tətbiq edək. Xatırladaq ki, vaksin yalnız Rusiyanın Federal Tibbi Bioloji Agentliyi tərəfindən klinik tətbiq üçün icazə alıb. Cinsi yolla yayılan xəstəliklər son 10 il ərzində Avropada kifayət qədər qalxıb və bununla bağlı da müxtəlif fərziyyələr var. Yəqin ki, onlardan biri də gənclərin qorunmaması və uzun müddətli yox, məhz birdəfəlik münasibətlərin sayının çoxalmasıdır. İstənilən halda mütəxəssislərin fikrini dinləyək. Cinsi yolla yayılan xəstəliklər son 10 ildə kəskin artıb. Avropada cinsi yolla ötürülən infeksiyaların yayılması ciddi narahatlıq doğurur. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin açıqladığı yeni hesabata görə, ötən il Avropada 106 mindən çox qonoreya, 45 mindən artıq sifilis, 213 mindən çox isə xlamidioz hadisəsi qeydə alınıb. Qonoreya halları ötən illə müqayisədə 303% artıb. Sifilis göstəricisi isə 2 dəfədən
çox yüksəlib. Xüsusilə anadan gəlmə sifilis hallarının artması mütəxəssisləri narahat edir. Bu xəstəlik hamilə qadından dölə ötürülür və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Ən çox yoluxma Bolqarıstan, Portuqaliya və Macaristanda qeydə alınıb. Ekspertlər artımın əsas səbəbləri kimi prezervativ istifadəsinin azalmasını, partnyor sayının çoxalmasını və riski davranışların genişlənməsini göstərirlər. Bununla yanaşı test və skrininq imkanlarının genişlənməsi də daha çox yoluxmanın aşkarlanmasında şərait yaradıb. Süni intellekt həkimlərin bir sıra diaqnoz qoyma mətləblərinə əl uzadıb, indi də dərmanların hazırlanmasında istifadə olunacaq. Bəli, insanların sağlamlığına cavabdeh olan dərmanları artıq süni intellekt hazırlayacaq. Maraqlı xəbərdir, birlikdə baxaq. Yeni dərmanlar süni intellektlə hazırlanacaq. Süni intellekt vasitəsilə dərman hazırlanmasını sürətləndirmək məqsədi ilə 2,1 milyard dollar investisiya cəlb edilib. Isomorphic Labs şirkəti Google DeepMind layihəsi əsasında yaradılıb və ona Nobel mükafatı laureatı Demis Hassabis rəhbərlik edir. Şirkətin hazırladığı ISO-DDE adlı süni intellekt sistemi zülalları, molekulları və xəstəliklərin biologiyasını ənənəvi üsullardan daha sürətli analiz eləyir. Məqsəd yeni dərmanların hazırlanma müddətini illərlə qısaltmaq və müalicələrin bazara çıxmasını sürətləndirməkdir. Hazırda şirkət iri farmasevtik şirkətlərlə əməkdaşlıq eləyir. Bu tərəfdaşlıqlar süni intellekt texnologiyalarına marağın artdığını göstərir. Fotofarmakologiyada yeni fundamental dəyişikliklər gözlənilir. Məsələ isə işıqdadır. Nə deyirəm anlamadısa, xəbərə baxın, biləcəksiniz. İşıqla aktivləşən dərmanlar xəstəliklərin müalicəsində yeni mərhələ. Alimlər fotofarmakologiya adlanan yeni müalicə üsulunun gələcəyin dəqiq tibbində mühüm rol oynaya biləcəyini bildirir. Bu yanaşma işığa həssas maddələr vasitəsilə dərmanların aktivliyini idarə etməyə imkan verir. Beləliklə, preparatlar yalnız müəyyən toxuma və ya hüceyrədə aktivləşdirilir. Sağlam sahələrə təsir minimuma endirilir. Mütəxəssislərin sözlərinə görə yeni texnologiya ənənəvi dərmanların yaratdığı yan təsirləri və toksikliyi azaltmağa kömək edə bilər. Fotoaçar və fotomühafizəli preparatlar xüsusi işıq dalğalarının təsiri ilə aktiv və ya qeyri-aktiv vəziyyətə keçirilir. Son araşdırmalarda görünən və yaxın infraqırmızı işıqla işləyən sistemlərin daha təhlükəsiz və toxumalara daha yaxşı nüfuz etdiyi göstərilib. Texnologiya xüsusilə nefrologiya və onkologiya sahəsində diqqət çəkir. Tədqiqatçılar işıq vasitəsilə beyin reseptorlarını dəqiq idarə etməyə, həmçinin şiş toxumasında dərmanı lokal aktivləşdirməyə nail olub. Bu yanaşma sağlam hüceyrələrin zədələnməsi riskini azalda bilər. Bununla yanaşı klinik tətbiq üçün xüsusi optik avadanlıqların tələb olunması və işığın dərin toxumalara çatdırılması hələ də əsas problemlərdən sayılır. Tibb tarixində daha bir yeniliklə tanış olaq. Həkimlər insan dişini gözə köçürdüblər. Səbəbi nədir, niyə ediblər, nəticəsi nə olub bilmək üçün birlikdə izləyək. Həkimlər dişi gözə köçürərək görmə qabiliyyətini bərpa edib. Kanadada həkimlər nadir və mürəkkəb əməliyyat sayəsində 20 ilə yaxın görmə qabiliyyətini itirmiş kişinin yenidən görməsini təmin edib. 34 yaşlı Brent Chapman yeniyetmə yaşlarında qəbul etdiyi ibuprofen dərmanına qarşı ağır reaksiya nəticəsində görmə qabiliyyətini demək olar ki, tam itirib. O 27 gün komada qalıb, bir gözünü isə infeksiya səbəbindən itirib. İllər ərzində ona təxminən 50 əməliyyat, çoxsaylı buynuz qişa transplantasiyaları edilsə də nəticə uğurlu olmayıb. Son çarə kimi həkimlər gözdə diş adlanan osteoodontokeratoprotez əməliyyatına qərar verib. Prosedur zamanı xəstənin köpək dişi çıxarılıb, xüsusi şəkildə yonularaq içinə optik linza yerləşdirilib və bir müddət yanaq toxumasında saxlanılıb. Daha sonra həmin konstruksiya zədələnmiş gözə implantasiya olunub. Əməliyyatı həyata keçirən oftalmoloq Greg Moloney bildirib ki, diş toxuması orqanizm tərəfindən qəbul olunduğu üçün bu üsul ağır hallarda ən effektiv variant sayılır. Chapman'in hazırda görmə səviyyəsi 20-30%-dir. O illər sonra ilk dəfə şəhərin mənzərəsini, yaxınlarının simasını və uşaqları aydın görə bildiyini deyib.
Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.